Salam, hər vaxtın xeyir olsun değerli izləyicilər. Çoxdan da video paylaşmırdım. Bugün də istədim güllərimi çəkim. Bu mənim güllərimdir. Biraz düzəlibdi. Bu şifliranın başqa sortuydu, yaxşı idi. Təmiz çöldə qalmışdı da bunlar. Xarab olub yarpaqları və kendi görək təmizləmişəm, düzəlib. Bu da bu yaşılın biri var idi. Böyründən qopartdım. Basırdım ki bəlkə dirilə o da. Bu da qadın xoşbəxtliyi olandı, qurudu. Təzə kökü salamatdır, amma deyəsən cücərir. Bu da ki aloylarım da görün nə günə qalmışdı. Yolu kəsib tökmüşəm, təzə dirilirlər. Bu yaxşı bir gül idi. Qırmızı çiçək açmışdı, böyür xarab olub. Bunlar həmişə yaxşı qalırdı. Bu il neysə xarab oldu. Bu da ondan da. Bu sukulentin özündə var idi. Yenə artırmışam. Boş qalan qallarıma. Bunlar da hamısı aloylardı. Təzə düzəlirlər. Bu gülümdən olan xarab olmuşdu. Təzə salmışam. Yarpız kimi ilənir. Amma çiçəyi heç olmuyor. Bu giranı təzə almışam. Sonra bu pul gülünü təzə almışam. Maldelini təzə basırmışam. Bu çiçəyidir bu. Ondan artırmışam. Sarmaşıq. Bu da giranı da təzə almışam. Bunlar öz giranlarımdır. Hamısı yaxşı qalıblar şükür. Bunlar başlayırdı aşmağa. Belə hələ ki heç vitamin verməmişəm, amma indən sonra diriləndən sonra demişdim ki verərəm. Bunlar da ki bir gülüm var idi. Belə balalayırdı. Onun təmiz kökləri kəsilib bir ikisində qalıbdı. Dibindən cücərirlər. Ona görə kəsmədim. Bu da ki o kurdələr deyirlər. O çiçəkdir. Belə başından da artıq çiçək olur. Sarmaşıq kimi uzanır. O da xarab olub, yəni ki biraz indi düzəlib. Bunlardakı zəfəran çistərdir. Bu ilan kaktusdur. Bu da ki aloydur. Bu bir dənə yaxşı qalıb. Qalanı. Burada da giran da təzə basırmışam. Balaca qavdaydı, yəni özüm köçürmüşəm. Orada da amaralislərdir. Hələ təzə cücərirlər olar. Kalan buydu, kalançım qurudu. Demək olar ki ondan heç qalmayıb. Kalançı var ki bir dənə də yoxumdur. Bunlara da şükür, təbiətdir də. Bunlar da ki kəpənək güllərimdir. Məndə iki rəng idi kəpənək gülləri, dirilirlər. Sonra bu kaktusu təzə basırmışam. Sonra burada da gerandır, sonra maldilidir, nə bilim bu dekabresdir, gerandır. Bu zambaq kimi soğanaq olan güldəndir. Açmışdı, soğuklar. Bu sarmaşığımdır. Bunları təzə almışam. Bu həyət gülüdür. Bunu təzə almışam. Sonra bu Maldelinin başqa sortudur. Yəni kaktusun evindən. Bu düymə qırmızı gülüm açmışdı. Keçən o da. Orada da kaktuslardır hamısı. Sonra bu da həmən o sukulentdir. Artırmışam belə bundan. Bu da orada da var. Bu da başqa sukulentdir. Bu heç vaxt çiçək açmıyor, amma o açır. Bu da amaralisdir. Böyründən də. Bu da geranlardır. Yenə amaralisin böyründən təzə basırmışam. Bu da artırmışam. Qopartmışam soğanı. Bu da bu gülüm idi. Xarab olurdu. Bundan qırdım belə artırdım. Burada da belədir. Bu demişdim ağac güldür həyət üçün. Bu şeflerendir. Balaca taydı. Sonra burada da bu Yeseni bağındaki kaktus evi var. Bir de ayrıca bağlı yer. Oraya oxşuyur. Yəni əyiliblər. Başından qırılmışam. Təzə basırmışam. Çoxlaşıblar. Bu da şifleranın böyüyüdür. Şükür buna ki belə qaldı. Elə sonra burada da pul güllərimdir. Bu güldən olan təzə basırmışam. Bu dikenler tacının məndə ağı idi. Qırmızım xarab oldu. 2 dənə qırmızım vardı. Onlar yandılar. Bunlar həyət üçün güllər idi də. Bergeriya idi. Biri de jasmindir. Bu açıq solov. O da çasıdır. Bu da bu həmin güldür. Qırmızı çiçək olur. Bu kaktusun evindəndir. Məndə heç vaxt çiçək açmayıb. Bunlar yaxşı qalıblar. Bu da aloyla böyüyüdür. Biraz birdən-birə havaya çıxıbdı. Rəngləri qızarıb, amma sonra qalıb düzəlirlər. Bu da xrizantemadır. Orada da ağaç güldür. O da maldelinin böyükləridir. Bu da ki qızıl güldür. Bu da karlikdir. Bu da karlik daçasıdır.
Bu zambaq gülüdür, yer gülü. Bu da sukulentdir, o da həyət gülüdür. O da kaktusdur, o ağavadır, böyüyüb, böyründən çıxmışdı. Artırmışam, böyük qava köçürmüşəm. Bu da qızıl güldür. Bir dənə bunun hələ deyəsən yarpaqları da yoxdur. Elə bil yarpaqlamaq istəyirlər. Bu begonvil olan güldür. Belə, bir dənə də bu gülüm qurudu. Bax, bu gül qurudu. Yarpaqlar, budaqlarını suyu apardı, kəsib tökmüşük. Bəlkə kökü yerdədir, deyirik. Bəlkə böyründən, başından, hardansa bir yarpaq çıxar. Sonra burada da bu giranları da təzə basırmışam. İndi bunlar da düzəlib, yaxşı olsa yenə də yaxşıdır. Buna da şükür. Allah hər bir eşiyə çoxu gözəllik versin, can sağlığı versin ki, ildən ilə biz yəni bu gözəllikləri bir də görək. Hər kəsə gözəllik arzusu diləmək ümidi ilə sağ olun, sağlıqla qalın.